Deməli, əvvəlcə sürəti 5 idi. 5 metr bölü saniyə. Kütləsi də 10 kilogram cisimdir. Bunun kinetik enerjisini tapsa, Y kinetik enerji bərabərdir M V kvadrat bölü. Deməli oldu M 10, vurulsun 5'in kvadratı 25 bölü 2 oldu 125. İndi deyir ki, sürətin 3 dəfə artıranda, sürətin 3 dəfə artırsa kinetik enerji olacaq. Sürət olacaq 15. Deməli, kinetik enerji olacaq. Deməli, mv kvadrat bölü, yəni 10 vurulsun 225 bölünsün 2. Düzdür? Bundan da bir ixtisar getdi. Qaldı 1125. 1225. 1125 çox. Düzdür? Deməli, bu qədər artırmaq üçün 1125'də çıxıram nə qədər? 125 qalır 1000 çox. Başa düşdük.